Mövzumuzla bağlı, yəni bütövlükdə Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın bütövlükdə kimə məxsus olmasını və ümumiyyətlə bu canlı yayımımızda fikirlərimizi sizlərlə bölüşəcək. Təbii ki, bu həqiqətləri hər kəs bilir. Hamı bilir. Sadəcə onu deyəcək cəsarət sahibləri təəssüflər olsun ki, çox azdır. Olanlar da əksəriyyəti qaçdılar, canlarını qurtardılar. Məni kimi o heç yerə qaça bilməyənlər də burada can verirlər. Biz belə bir Azərbaycan istədikmi, əziz bacı və qardaşlarım? Gəlin bu suala ilkində cavab tapaq. Biz ərazilərimizi 3000 şəhid, 10 minlərlə qazi verərək azad etdik. Azad etdik ki, Qaradağdan Qarabağa yolu tanımayan məmur balaları bugün Qarabağda at oynasın. Biz belə mi Azərbaycan istədik? Axı biz Qarabağdan Qaradağa köç edən insanların Qarabağa qaytarılması üçün Qarabağımızı işğaldan azad etdik. Daha məmur balalarının orada holdinglər, paşa, maşa, dədə, baba holdinglərin işğalına məruz qoymaq üçün işğaldan azad etmədik. Yəqin ki, yadınızda var. Qarabağ işğaldan azad ediləndən sonra heç şəhidlərin qanı qurumamış, ispirtli içki məclisləri qurub, bir-birinin sağlığına içdilər. Heç şəhidlər yada da düşmədi. Heç qazilər yada da düşmədi. Və bugün bölüşmə olanda da Qarabağ artıq Qarabağlılar üçün deyil, həmin o Qarabağı unut. Mövzumuzla bağlı, yəni bütövlükdə Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın bütövlükdə kimə məxsus olmasını və ümumiyyətlə bu canlı yayımımızda fikirlərimizi sizlərlə bölüşəcək. Təbii ki, bu həqiqətləri hər kəs bilir. Hamı bilir. Sadəcə onu deyəcək cəsarət sahibləri təəssüflər olsun ki, çox azdır. Olanlar da əksəriyyəti qaçdılar, canlarını qurtardılar. Məni kimi o heç yerə qaça bilməyənlər də burada can verirlər. Biz belə bir Azərbaycan istədikmi, əziz bacı və qardaşlarım? Gəlin bu suala ilkində cavab tapaq. Biz ərazilərimizi 3000 şəhid, 10 minlərlə qazi verərək azad etdik.